və digər xəbərləri Economics'dən dərhal sonra sizə təqdim edəcək. İqtisadiyyat aləmində hansı xəbərlər var? Rasim Şərifov bizə bu haqda məlumat verəcək. Axşamınız xeyir olsun Rasim. Hər vaxtınız xeyir olsun Mehman. Hansı xəbərlər var? Mehman, ilk olaraq qeyd edelim ki, manatın məzənnəsi dollara nisbətdə özünü qoruyub saxlaya bilib, amma buna baxmayaraq milli valyutamız olan manat avro və digər valyutalara, xarici valyutaya nisbətdə isə müəyyən qədər eniş edib. Eyni zamanda manatın məzənnəsinin son dövrlər aşağı düşməsi banklarla müştərilər arasında müəyyən anlaşılmazlıq yaradı. Bu problemi həll etmək üçün nə etmək lazımdır? Bununla bağlı bir reportajımız olacaq. Eyni zamanda qeyd edim ki, yeni bir yenilik də olacaq. Ölkədə qorunan əmanətlər üzrə faiz dərəcələrinin yuxarı həddi ləğv olunacaq. Bu, bank sektoruna, eyni zamanda qorunan əmanətlərə necə təsir göstərəcək? Bütün bu xəbərlərlə bağlı az sonra. Və bir sualında var, neftin qiymətlə bağlı yeniliyi varmı? Artım yoxsa? Neftin qiyməti baxmayaraq ki, düzdür, 50 dollarlıq psixoloji həddən müəyyən qədər yuxarı qalxıb, amma ümumilikdə gün ərzində artım nəzərə çarpacaq dərəcədədir. Yəni 1%-dən də çox artım qeydə alınır. Buyurun o zaman təqdim edin xəbərlərinizi. Beləliklə efirdə Economics'dir. Bankları yüksək faizlə əmanət cəlb etmələrinin qarşısı alınacaq. Bununla bağlı əmanətlərin sığortalanması fondu yeni mexanizm hazırlayıb. Yeniliyə uyğun olaraq qorunan əmanətlər üzrə faiz dərəcələrinin yuxarı həddi ləğv olunacaq. Fondun rəhbəri Azad Cavadov bildirib ki, istənilən faiz dərəcəsi ilə banklara yerləşdirilən bütün əmanətlər sığortalanacaq. Fondu müəyyən etdiyi maksimum faiz dərəcəsindən yüksək faizlə əmanət cəlb edən banklar isə əlavə komisyon haqq ödəyəcəklər. Banklardan kredit götürmək istəyən vətəndaşlar arasında narahatlıq səngimək bilmir. Xüsusilə müştərilər dollarla krediti qaytararkən daha yüksək məbləğ ödəyəcəklər. Bu isə hər kəsin büdcəsinə uyğun deyil. Bəs problemin necə aradan qaldırmaq olar ki, həm banklar, həm də vətəndaşlar zərər görməsin? Bu barədə növbəti sujetimizdə. Dolların bahalaşması nəinki bu məzənnə ilə kredit götürənləri, hətta kredit verən kommersiya banklarını və hüquqşünasları belə çətin duruma salıb. Buna səbəb isə qanunvericilikdəki ziddiyyətlərdir. Son proseslər mülki məcəllərinin 439.7 və 739.1 maddələrinin bir-birini təksib etməsini gündəmə gətirib. Belə ki, mülki məcəllərinin 439.7-ci maddəsinə görə əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişə əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. 739.1-ci maddədə isə deyilir ki, borc müqaviləsinə görə borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür. Borc alan isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.1-ci maddə bankların xeyrinə olsa da, 439.7-ci maddəyə görə yaranmış vəziyyət borcu dollarda götürənlərin lehinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bugün 105 manat deyil, yenə 79 manat ödəyərək aylıq borcunu bağlaya bilər. Hüquqşünas Siracəttin Kərimov isə deyir ki, istənilən halda bu mübahisələrin qalibi vətəndaşdır. Çünki dollarla kredit verməyin özü belə ölkə qanunvericiliyinə ziddir. Bizim pullarda dollar olmadığı üçün onun layihəsini deyib, müqavilə bağlanan zaman mövzu olmuş məzənnəyə uyğun deməli pulun kreditin və yaxud da ki, onun faizlərinin qəbul edilməsinin vəzifə kimi həmin bank və yaxud da digər kredit təşkilatının üzərinə qoymasının bağlı məhkəmə iddiacəsində müraciət edə bilər. Belə olan halda bu imperativ norm olduğundan məhkəmə də bundan kənara çıxa bilməz. Hüquqşünas hesab edir ki, dövlətin bu işə müdaxiləsi olmasa, bu çoxsaylı məhkəmə mübahisələrinə yol açacaq. İqtisadçı ekspertlər isə mübahisələrin qarşısını almaq üçün dollarla kredit götürənlərə kompensasiyaların və güzəştlərin tətbiq edilməsini vacib sayırlar. Artıq hazır təkliflər də var. Əsas təkliflərdən biri Mərkəzi Bankın məzənnələr arasındakı fərqi kompensasiya etməsi ilə bağlıdır. Bununla da vətəndaş əvvəlki məzənni ilə ödəniş edir, amma məzənnin arasındakı fərq Mərkəzi Bank tərəfindən kompensasiya formasında kommersiya banklarını ödənir. Nəzərə alsaq ki, Mərkəzi Bankın rezervləri var, Mərkəzi Bankın mərkəzləşmiş kredit ehtiyatları var, təklif imkan verir ki, Mərkəzi Bank prosesi müdaxilə edilsin. Digər təklif variantı isə orta məzənə prinsipindən istifadədir. Bu zaman bank və müştəri öz aralarında ağırlığı paylaşacaq.
Bundan başqa, təkliflər arasında dollardan kredit götürən vətəndaşların aylıq kredit faizlərinin aşağı salınması da var. Məlumatlara görə artıq Mərkəzi Bankda məsələ ilə bağlı müzakirələr gedir. Kommersiya bankları isə susqunluq nümayiş etdirir. Rövşən Abdurrahmanlı, Ziyallah Yarov, Lider TV. Biz Çexiya ilə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən də İKT sektorunda əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev belə deyib. Nazir bildirib ki, hazırda 16 Çexiya şirkəti Azərbaycanın təhsil, İKT, turizm sahələrinə kapital yatırıb. Çexiyanın Sənaye və Ticarət Naziri Jan Mlajdek isə ölkəsi ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Çexiyaya sənaye məhsullarının 31%-i Azərbaycan vasitəsilə idxal olunur. Nazir bildirib ki, ölkəsi Azərbaycandan uzun müddətli qaz tədarükündə maraqlıdır. 2014-cü ildə neft idxalının 31,5%-i Azərbaycan neft hesabına təmin edilib. Bugün Çexiyanın idxal etdiyi neftin 3/2 hissəsi Rusiyadan idxal edilir. Bu səbəbdən biz bir neft mənbəyindən asılı olmaq istəmirik. Buna görə də biz Azərbaycanla qaz sahəsində də uzun müddətli əməkdaşlıqda maraqlıyıq. Fevral ayında 5375 vergi ödəyicisi qanunvericiliyi pozub. Vergilər Nazirliyinin məlumatına görə aparılan yoxlamalarda 1000-dən çox ödəyicinin qanunla nəzərdə tutulmayan valyutanı ödəniş vasitəsi kimi qəbul etdiyi, 167 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 701 vergi ödəyicisinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə razılıq olmadan məşğul olduğu müəyyən olunub. 223 vergi ödəyicisi 591 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 231 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı, 65 ödəyicidə isə aksiz markaları ilə markalanmamış mallar olduğu aşkar olunub. Aşkar edilən bütün nöqsanlarla bağlı qanuna müvafiq tədbirlər görülür. İnşa xarici xəbərlərə nəzər yetirək, Rusiyanın qaz birjasının bir illik fəaliyyətinin yekunları barədə ölkə başçısı Vladimir Putinə hesabat verən energetika naziri Aleksandr Novak qeyd edib ki, qaz satışının birja vasitəsilə həyata keçirilməsi bu sektorda rəqabətin yaranmasını imkan yaradıb. Onun sözlərinə görə birja vasitəsilə satılan qazın həcmi 800 milyon kubmetr təşkil edib. Hesab edirəm ki, olduqca əhəmiyyətli və konstruktiv danışıqlar aparıldı. Görüşün yekununa əsaslanaraq deyə bilərik ki, Ukraynaya qış paketi çərçivəsində qaz nəqlinin təminatı ilə bağlı tam zəmanət alındı. Qaz nəqli ilə bağlı Rusiya və Ukrayna arasında mövcud fikir ayrılığının aradan götürülməsi üçün bir sıra ümidverici danışıqlar baş verdi. Zənnimcə bu danışıqlar həmin fikir ayrılığını aradan götürmək üçün xeyli irəliləyişə səbəb ola bilər. İndi isə enerji daşıyıcıları, qiymətli metallar, valyuta və fond bazarlarındakı dinamikaya nəzər yetirək. Neftin qiymətində hazırda yüksək artım var. Amerikanın New York əmtəyə birjasında araca çıxarılan light markalı neft 50 dollar 36 sentə təklif olunur. London birjasındakı Brent neft isə 60 dollar 95 sentə satılır, yəni 2%-ə yaxın artım edib. Qızıl da bahalaşır, sarı metalın bir unsiyasını 1208 dollar almaq mümkündür. Gümüş də bahalaşaraq 16 dollar 41 sentə satılır, digər metallar isə əsasən ucuzlaşıblar. Amerikanın aparıcı qiymətli kağızlarında isə eniş müşahidə olunur. Şərqin səhm bazarında da dinamika əsasən mənfidir, yəni Yaponiya Nikkei 225 indeksi düşüb. Avropa birjalarında isə dinamika müsbətdir. Avro-dollar hazırda 1.1166-dır. Dollar yen 119.84, funt sterling dollar isə 1.53.66-ya mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Manatın məzənəsi dollara nisbətdə dəyişməyib, 1 dollar 1.0496 manatdır. Avro isə manata nisbətən bahalaşıb və 1 avro 1.1752 manatdır. Rusiya rublu 1.7 qəpikdən bir qədər aşağıdır, Türk lirəsi isə 41 qəpik yarımdan biraz yuxarı mübadilə olunur. Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara Aeroporte proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Lizer televiziyasına göndərə bilərsiniz. Ekonomik ayrılan vaxt bu qədər. Mehman sözü yenidən sənə vermək istəyirəm. Çox sağ olun.